Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 35.000 manat, 4 otaq. Yolun qırağında, yoldan 50 metr. 35.000 verdin, bu evi verdim sənə. Oldu nə? Gələ mənə. Evin üstündə bir dənə xoruz bonus. Xoruz paydı evin üstündə. Baxın, özü bırakmadı. Hani o? Hara getdin? Xoruz, xoruza da istidir. Baxın. Ha, bax xoruz evin üstündə bonusdur. Bax görürsünüz. Ayaq lələklidir. Özü zor xoruzdur. Yoldan 50 metr evin məsafəsi, 50-60 metr məsafəsi var trasdan. Harda? Hökməli Qov yolunda. Megastordan qabağa gəlirsən, radar var. Radara çatmamış yolun solunda. Çox gözəl bir evdir. Qiymətini ödə əla bir qiymətdir. Hardasa 2 sot yarım, 3 sotun içindədir o şey. Bax burada da Hamam Samuzel zadı var. Baxın. Evin içini də sizə göstərəcəm. Çox gözəl bir evdir. Həqiqətən də qəşəng bir evdir. Həyətinə maşın girir. Bax burada yanda yeri var. Bax marşrutun səsi gəlir. Bax bu yan da bunundur. Nar ağacımız da var. Qəşəng görürsünüz dostlar. Evin içini də sizə göstərəcəm. Qiymət həqiqətən yaxşı qiymətdir. Pis qiymət deyil. Bax girdiniz belə bir geniş ham zaldır, ham mətbəxdir. Kuxna mebeli zat evin içində qalacaq. Qiymət əla bir. Havaya baxın, nə ləzzətli istidir ha bura. Qiymət əla. 35.000 verirsən, opşi qiyməti 62.000. Nəqd eləsən əgər 5-6, 56.000 verdin, bu evi verdim sənə. Oldu nə? Gələ mənə. 3 dənə də otağımız buradadır. Baxın, sağda belə bir geniş detiskimiz var. Baxın, geniş detiskidir. Görürsünüz. Orada bir otağımız var. Orada adam var. Gələndə özünüz görəcəksiniz. Burada Hamam Samuzelimizdir. Burada geniş belə bir yataq otağımızdır. Baxın, çox genişdir. Pəncərələrin qabağı açıqdır. Papaqaylarımıza baxın. Papaqaylar. Dostum buradadır ki, ayı. Bu evi alana bu ayını mən pay verəcəm. Bu başdan sizə deyirəm. Papaqayımız da var. Qiymət yenə dediyim kimi 35.000 verirsən, opşi qiyməti 62.000 manatdır. Nəqd 56.000 manatdır. Real alıcılara inşallah Allahın izni ilə endirim olacaq dostlar. Kimlər də ev satmaq istəyir, ev almaq istəyir, müraciət eləyə bilər dostlar. Mən arada görürsən ki, ev sata bilmirəm, o bəzi ev satanlar var, bəziləri. Onlar imkan varsa mənə ev satmağı öyrətsinlər də bir dənə. Sağ olun dostlar.